Salam aleykum değerli izləyicilər. Bugün gözəl bir əmlak Balakən rayonunun Calban kəndində gözəl həyətyanı və içində belə bir yaşayış evinlə satışa çıxarılıb. Calban kəndi Balakən rayonunun ən səfalı, gözəl bir kəndidir. Dağların qoynunda belə təbiətin gözəl bir yerində yerləşən bir kənddir. Gözəl dağlarla əhatə olunan bir kənddir. Belə bir yerdə kəndin mərkəzində gözəl bir həyətyanı torpaq sahəsi, içində belə bir evlə satışa çıxarılıbdır. Burada 35 sotuq torpaq var. 25 sotuğu həyətyanı, 11 sotuğu pay torpağıdır sahibinin dediyinə görə. İçində gözəl meyvə ağaçları, cürbəcürə fərqli ağaclar var. Gözəl yurtdur, gözəl həyətdir. Belə yerdə kim həyətyanı, torpaq, ev istəyərsə bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Həyətin təqdimatını etdim. Keçid alırıq evin daxili görünüşünü təqdim etməyə. Çöldən belə 5-6 pilləkəndir və daxil oluruq evin daxilinə. Girişdə belə bir dəhlizi var. Dəhlizdən sol tərəfdə otaq belə mətbəx üçün nəzərdə tutulub. Və irəlidə sağ tərəfdə belə bir yataq otağı və sol tərəfdə də yenə belə eyni belə bir otaq. Baş tərəfdə belə qardirob. İki yaşayış yataq otağından və bir mətbəxdən ibarət belə bir ev. Yeni tikilidir. Başdakı qardirobu məsələn hamam kimi də istifadə etmək olar. Belə bir yurt, torpaq, ev satışa çıxarılıb. Gördüyünüz belə bir səfalı yerdədir. Çox gözəl bir yerdir. Mərkəzdir. Bu yurdun qabağındakı vaxtilə məktəb olubdur. Kəndin mərkəzidir. Belə yerdə əmlak istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Sahibinin dediyinə görə sənədləri yerindədir və qazı, suyu, işığı işlək vəziyyətdədir. Qiyməti videonun aşağısında göstəriləcəkdir. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.